Burada dünəndən qalan yeməklərdir. Hamısını bir-birinin üstünə yığmışam. Mən getmişdim öz ayaqqabı falan almağa. Uşaqlar da evdə yeyiblər sosiskaya falan. Ona görə onlar da bir yerdə mənə yemək yemirlər. Dırnaqlarımı bəyənmirsiniz, bilirəm. Heç mən də bunları bəyənmədim bu dəfə. Öz ustamın yanına gedəcəm, o eləyəcək. Burada bilsiz necədir? Yaxşı əl işi olan ustam qiyməti bahadır. Qiyməti münasib olanların isə yaxşı əl işi yoxdur. Burada bütün deməli saça da aiddir o, dırnağa da aiddir, yəni manikürə, pedikürə də aiddir. Bizim rayonda öyle değil. Standart qiymətdir. Məsəl üçün, sən başqa ustanın işin 20 manata sökürlər, sonra öz dırnağına geli eləyir. 20 manata. Öz dırnağına geldi əlbəttə ki. Ondan sonra hərə başdan korreksiyasını 15 manat verməyəm. Burada öyle değil. Burada 25, 30, 35, 40. Saç kəstirmək. Ucuz olan yerə yaxşı deyil, baha olan yerə də, yaxşı olan yerə çox bahadır. Özü salamın yanına geçeceğim mən, Hacqabulda. Danışmışam ki qızlarla. Bir günə gəlib hamısını deyib gəldim. Zaten mən Hacqabula gəlib gələcəm də.